10 dənə sürtülmüş, ən gerdə qalmış murdar ölkə var. 10 dənə sayıram. Korrupsiyanın içində itib batan ölkə. Hətta Şimali Koreya belə burada yoxdur, Çin. 10 dənə ən murdar ölkənin arasında Azərbaycan və Rusiya var. Avropa Komissiyası Rusiyanı boz siyahıya saldı. Çirkli pulların yuyulması və zəif nəzarət olan ölkələr, hakimiyyətlər. O siyahıya Azərbaycan başçılıq eləyir. Azərbaycan 1, Əlcəzair 2, Angola 3, Kenya 4, Nepal 5, Fil dişi sahili 6, Laos 7, Livan 8, Monaco 9, Rusya 10. Dünya tanıyır birbaşa Azərbaycan. Buyurun baxın. Azərbaycan qazisinin evinə baxın. Salamünaleyküm. Mən rahat edən Cəlilabad rayon Şıxa kəndindən deyil. Mən neçə illərdir ünvanı sorsa ala bilmirəm. Gedirəm rayona, mənim üçün yer istəyirlər. Sənətimi yadıma düzəltdirdim. Heç kim məndən maraqlanmır. 2 nəfər az yaşlı uşağım var. Məktəbə getmək əyni başı yoxdur. Bu mənim evim eşiyi, bu mənim küməyəm, bağdana. İlanların, qurbağaların içində mən bütün zülmünü çəkirəm böyle. Nişi alıram, oradan, buradan. Qışda, yağışda üstümə qar yağış yağır. Bax, evə baxın, ay millət. Mən dövlətdən gəlir. Qaz yox, işıq yox, internet yox, işığı yox. Baxın, bax, torpaqda yatırlar, torpaqdır. Pol da vurmayıb, bax. Baxın, ay millət. İlan, qurbağa, suyun qırağın deyə. Sabah Polat Həşimovlar dünyaya gətirəcək. 2 körpə qızı var. Baxın, ay millət. Hamam yox. Baxın, ay millət. Evə baxın, evinə bu. Palçıqdan, mal poxundan tikilən evdir, bax. Ay balası deyirlər, ay balası. Bax, torpaqdan. Bir dənə sosial vermirlər, belə ailələrə sosial vermirlər. İlham Əliyev, sənin prezident kimi üzünə tükürüm sənin. Sağ ol, salamat qalın.